Salam əziz abituriyentlər, mən Elşad Həsənov. Kanalımıza xoş gəlmişsiniz. Bugün sizə Newton qanunları mövzusunun ikinci hissəsini izah edəcəm. Deməli, indi biz hansı mövzudan başlayaq? İpə bağlanmış cismin çevrə üzrə hərəkəti zamanı çevrənin müxtəlif yerlərində gərilmə qüvvəsinin tapılmasını izah edəcəm. Bu hissə önəmli hissədir. Çünki bununla bağlı testlərdə də suallar var. Öncə, ipə bağlanmış bir cisim çevrə üzrə hərəkət edərkən A nöqtəsində olanda, bu cisimə iki qüvvə təsir edir. Təbii ki, ipin gərilmə qüvvəsi, T hərfinə işarə edirik və cismin özünün ağırlıq qüvvəsi, onu da FA və yaxud da MC ilə işarə edə bilərik. Elə MC ilə işarə edək. İndi isə biz bu nöqtədə gərilmə qüvvəsini tapırıq. Deməli, cisimə iki qüvvə təsir edir gördüyümüz kimi. O qüvvələrdə ikisi də eyni istiqamətdədir. Qüvvələr eyni istiqamətdə olanda biz bura Newtonun ikinci qanunu tətbiq edəcəyik. Newtonun ikinci qanunu bildiyimiz kimi F əvəzləyici bərabərdir MA-dır. İki qüvvənin əvəzləyicisini tapanda onlar əgər eyni istiqamətdədirsə toplanılır. O zaman T plus MC yazırıq, bərabərdir MA-ya. Deməli, A nöqtəsində ipin gərilmə qüvvəsi M A çıxılsın MC şəklində tapılacaqdır. Bu, A nöqtəsində gərilmə qüvvəsinin tapılması. Təbii ki, burada biz istəsək A-nın yerinə lazım gəlsə V kvadrat böl R yazarıq. Çünki çevrə üzrə bərabər sürətli hərəkətdə A-nın düsturu V kvadrat bölünsün R şəklində tapılır. Yəni, mərkəzi qaçma tərcihidir. Mərkəzi qaçma tərcihinin düsturunu yaza bilərik orada. Heç bir problem yoxdur. İndi isə C nöqtəsində ipin gərilmə qüvvəsini tapırıq. C nöqtəsində yenə də cisimə iki qüvvə təsir edir. Yenə ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi cisim harda durursun fərqi yoxdur. Hər zaman aşağı doğru yönəlir. Bir də ipdə yaranan gərilmə qüvvəsi. İpdəki gərilmə qüvvəsi də T şəklində tapılır. İndi isə C nöqtəsində Newtonun ikinci qanununu tətbiq edəcəyik. Görürük ki, C nöqtəsində cisimə təsir edən qüvvələr əks istiqamətdədir. Əks istiqamətdə olanda qüvvələri tapmaq üçün bir-birindən nə etməliyik? Çıxmalıyıq. O zaman biz yazırıq Newtonun ikinci qanununa görə. T çıxılsın MC bərabərdir MA-ya və C nöqtəsində gərilmə qüvvəsi bərabərdir MA üstəgəl G şəklində yaza bilərik. Yenə də burada A-nın yerinə lazım gəlsə V kvadrat böl R yaza bilərik. Heç bir problem yoxdur. İndi isə B nöqtəsində gərilmə qüvvəsini tapaq. B nöqtəsində də yenə baxaq görüm cisimə hansı qüvvələr təsir göstərir. Təbii ki, B nöqtəsində cisimə MC ağırlıq qüvvəsi təsir göstərir. Ağırlıq qüvvəsi hər zaman aşağı doğru yönəlir. Burada ağırlıq qüvvəsinin iki toplananı var. Toplananlardan biri bu istiqamətdə olan toplanandır. Təbii ki, burada gərilmə qüvvəsi ipdə yaranan gərilmə qüvvəsidir. Toplananlardan biri bu istiqamətdədir. Bu arada cisim ip müəyyən bir alfa bucağı altında sola doğru hərəkət edib. Yəni ip sola doğrudur, alfa bucağı altında. Bura alfadırsa, təbii ki, burada alfadır. Bu, ipi gərən qüvvə ağırlıq qüvvəsinin hamısı deyil, ağırlıq qüvvəsinin toplananıdır. Ağırlıq qüvvəsinin bu toplananı MC kosinus alfaya bərabərdir. Ağırlıq qüvvəsinin MC kosinus alfa olan toplananıdır ipi gərən. O zaman biz burada da yenə iki qüvvə görürük. Bir qüvvə ipin gərilmə qüvvəsi, biri isə ağırlıq qüvvəsinin MC kosinus alfa toplananıdır. Və yenə də bura Newtonun ikinci qanunu tətbiq etsək, o zaman yazacaq. T çıxılsın MC kosinus alfa bərabərdir MA-ya. Buradan da biz T-ni tapsaq, T bərabərdir MA üstəgəl MC kosinus alfa yazmış oluruq. Deməli, ipə bağlamış cisim çevrə üzrə hərəkət edərkən çevrənin müxtəlif nöqtələrində gərilmə qüvvəsinin tapılması bax bu şəkildə olacaqdır. İndi isə Newtonun üçüncü qanunu haqqında məlumat verim. Newtonun üçüncü qanunu, əslində bunun haqqında çox cümlələr demək olar. Newtonun üçüncü qanunu qarşılıqlı təsirdə olan cisimlər barəsindədir. Qarşılıqlı təsirdə olan cisimlər hər zaman bir-birlərinə modulca eyni, istiqamətçi əks qüvvələrlə təsir göstərirlər.
Newtonun ikinci qanunu, üçüncü qanunu deyirik ki, təsir əks təsirə bərabərdir və yaxud da belə deyimlə desək, deyirik ki, dəymə dəyməyim sənə də deyə bilərik. Bu nə deməkdir? Yəni sən cisimə hansı qüvvə ilə təsir göstərirsənsə, cisim də eyni qüvvə ilə sənə əks təsir göstərir. Sənin göstərdiyin qüvvə təsir qüvvəsi, sənə qarşı göstərilən qüvvə isə əks təsir qüvvəsidir. Təsir qüvvəsi və əks təsir qüvvəsi modulca bir-birinə bərabər, istiqamətcə bir-birinin əksinə yönəlir. Və biz onu düstur olaraq F1 bərabərdir mənfi F2 şəklində yaza bilərik. Təsir əks təsirə bərabərdir. Qarşılıqlı təsirdə olan cisimlərin kütlələri onların təcilləri ilə tərs mütənasib asılı olur hər zaman. Qarşılıqlı təsirdə olan cisimlərin sürətləri həm də kütlələrlə tərs mütənasib asılı olur. Məsəl üçün, deyək ki, iki cisim var. M1 kütləli cisim, deyək ki, V1 sürətlə gələr. Bu da M2 kütləli cisim olsun. O da V2 sürətlə gəlsin. Yəni, kütlələr də fərqlidir, gəldiyi sürətlər də fərqlidir. Bunlar bir-birinə qarşılıqlı təsir göstərdiyi zaman qüvvələr bir-birinə bərabər olduğu üçün təcillə sürət, daha doğrusu təcillə kütlə bir-birindən tərs asılı olur. Ona görə biz bunu ifadə olaraq bu şəkildə yaza bilirik. Deməli, kütlələrin nisbəti M1 böl M2 bərabərdir. A2 böl A1 şəklində yazılır. Bu o demək olur ki, kütləsi balaca olan daha böyük təcil alır təsirdən sonra. Kütləsi böyük olan cisim isə daha az təcil alır qarşılıqlı təsirdən sonra. Eyni şəkildə biz kütlələri sürətlərlə də tərs mütənasib olduğunu yaza bilərik. M1 bölünsün M2 bərabərdir V2 bölünsün V1 şəklində yaza bilərik. Qarşılıqlı təsirdə olan qüvvələr, yəni Newtonun 3-cü qanununda təsir və əks təsir qüvvələrdir. Bu qüvvələr müxtəlif cisimlərə tətbiq olunduğu üçün bir-birini heç vaxt tarazlaşdırmır. Bununla bağlı sizin qarşınıza suallar çıxa bilər ki, Newtonun 3-cü qanununda ki, qüvvələr, təsir və əks təsir qüvvələri bir-birini tarazlaşdırırmı, yoxsa tarazlaşdırmır? Təbii ki, cavab olaraq deyirik ki, onlar bir-birini tarazlaşdırmır. Niyə tarazlaşdırmır? Çünki qüvvələr müxtəlif cisimlərə tətbiq olunur. Məsəl üçün, deyək, mən əlimlə lövhəyə qüvvə ilə təsir göstərsəm, mənim vurduğum qüvvə təsir qüvvəsidir. Lövhənin mənim əlimə vurduğu qüvvə əks təsir qüvvəsidir. Mənim vurduğum təsir qüvvəsi lövhəyə tətbiq olunur. Lövhənin vurduğu qüvvə isə mənim əlimə tətbiq olunur. Görürsünüz, iki qüvvənin ikisi də müxtəlif cisimlərə tətbiq olunur. Ona görə də onlar bir-birini eləmir, tarazlaşdırmır. Kütlələrlə təcillər bir-birindən tərs, kütlələrlə sürətlər isə yenə bir-birindən tərs asılıdır. Amma birdən bizdən soruşa bilər, təcillərlə sürətlər bir-birindən necə asılıdır? Təbii ki, təcillərlə sürətlər bir-birinə düz mütənasib olmuş olacaq. Bu Newtonun 3-cü qanunudur. İndi isə bağlı cisimlərin hərəkətindən danışacağım sizlərə. Bağlı cisimlərin hərəkəti nədir? Bir blok vasitəsilə bağlanmış cisimlərin hərəkətindən M kütləli cisim, M kütləli cisim, buradan da fərqli cisimlər çəksək, M və M. Təbii ki, buradan görsənir ki, sağ tərəfdə olan cisimlərin kütlələri çox ağırdır, sol tərəfdə olan cisimlərin kütləsi azdır. O zaman bu, biz əlimizi belə tutmuşuq, əlimizi buraxsaq, sağ tərəfdə cisimlər A təcillə aşağı düşəcək, sol tərəfdə cisimlər isə A təcillə yuxarı qalxacaq. Yəni, bu eyni ip olduğu üçün eyni təcillə hərəkət edəcək. Sağ tərəf 5 metr bölü saniyə kvadrat təcillə aşağı düşürsə, sol tərəfdə 5 metr bölü saniyə kvadrat təcillə təbii ki, yuxarı qalxacaq. Burada bizdən nələr soruşulur? Məsəl üçün, ipin burasında olan gərilməni soruşa bilir, T1 deyək. Və yaxud da ipin burasında olan gərilməni soruşa bilər, T2 deyək. Digər tərəfdə də gərilməni soruşa bilərlər. Burada olan gərilməni, burada olan, burada olan. İndi mən iki dənəsini sizə izah edəcəm. Zaten mahiyyəti başa düşəndən sonra digərlərini tapmaq mümkün olacaq. Biz gərilmə qüvvəsini tapmaq üçün öncə sistemin təcilini bilməliyik. Sistemin təcilini tapmaq üçün təbii ki, bir düstur vardır. O düstur A bərabərdir. M1 çıxılsın M2 bölünsün. M1 üstə gəl M2 vurulsun G. Bu düsturdan istifadə edərək bu sistemin təcilini tapa bilərik. Burada M1 və M2 M1 ağır tərəfin yüküdür. Məsəl üçün M1 sağ tərəf olsun. Sağ tərəfin yükü M1 olsun. Neçə M-dir? 3M. M2 isə yüngül tərəfin yüküdür. Yüngül tərəfdə sol tərəf olsun. Bəs M2 nə qədərdir? 2M. Deməli 3M çıx 2M, 3M üstəcə 2M vurulsun G. Oradan istifadə edək öncə A-nı tapırıq.
A-nı biləndən sonra artıq T1 və T2-ni rahat şəkildə tapa bilərik. İndi isə T1-i tapıram. T1 ipin burasında olan gərilmədir. İpin burası hansı kütləli yükün hesabına gərilib? Təbii ki, onun altında bir M kütləli yük var, onun hesabına gərilib. Onun ağırlığı hesabına gəlir. Onun ağırlıq qüvvəsi nədir? Mg. İndi isə biz burada bu sistemə təsir edən qüvvələri bilirik, istiqamətlərini bilirik, həmən sistemə Newtonun ikinci qanunu tətbiq edirik. Hamımız bilirik ki, Newtonun ikinci qanunu nədir? F əvəzləyici bərabərdir. Təbii ki, MA-dır. İndi mən bura həmən Newtonun ikinci qanunu tətbiq edirəm. Bu cisimə iki qüvvə təsir edir. Biri aşağıdır, biri yuxarıdır. Əks qüvvələr olanda əvəzləyici tapanda birindən digərini çıxırdıq. Hansından çıxırdıq? Təbii ki, böyükdən kiçiyə çıxırıq. Bəs burada hansının böyük olduğunu hardan biləcəyik? Həmişə yadınızda saxlayın. Hərəkət istiqamətdə olan qüvvə həmişə böyük olur. Burada hərəkət yuxarıdır. Ona görə də yuxarı olan qüvvə, yəni T1 böyük. Onda biz yazırıq. T1 çıxılsın aşağı olan qüvvə mg bərabərdir MA-ya. Buradan biz T1-i rahat şəkildə tapa bilirik. T1 bərabərdir MA üstəgəl mg şəklində tapa bilirik. İndi isə T2 gərilmə qüvvəsini tapaq. T2 gərilmə qüvvəsi, ipin burası, həm M, həm də bu M. 2M'in hesabına gərilir. O zaman buranın ipin gərilmə qüvvəsini kimlər gəlir? 1 və 2M gəlir. Ona görə də 2mg yazırıq. İndi burada da 2 dənə qüvvədən var. Biri T2-dir, yuxarıdır. Biri 2mg-dir, aşağıdır. İndi ora biz Newtonun ikinci qanunu tətbiq etsək, nə edəcəyik? Yenə də qüvvələr əks istiqamətdə olanda böyündən kiçiyə çıxılır. Burada hansı qüvvə böyükdür? Aşağı gedirsə, deməli aşağı olan qüvvə böyükdür. Aşağı olan qüvvə ağırlıq qüvvəsi. İki kütləli cismin ağırlıq qüvvəsi. O zaman yazırıq. 2mg çıxılsın T2 demişik ona. Bərabərdir 2ma yazacağıq. Buradan T2 də bərabərdir 2mg çıxılsın 2ma. Bax, bundan da istifadə edərək biz T2 gərilmə qüvvəsini rahat şəkildə tapa bilərik. Bundan sonra, deməli, qoy çevirim. İndi isə bağlı cisimlərin hərəkəti zamanı cisimlər bir-birinə hər hansısa bir ip vasitəsilə bağlanır. Həmin o ipdə yaranan gərilmə qüvvəsinin tapılmasını deyəcəm. Birinci halda sürtünmə qüvvəsi olmayanda gərilməni deyəcəm. İkinci halda sürtünmə qüvvəsi olanda gərilməni deyəcəm. Burada sürtünmə qüvvəsi olanda və olmayanda gərilmənin tapılmasının çox sadə bir yolu var. Çox sadə yolu var. Deməli, birinci şəkildə sürtünmə nəzərə alınmır. Sürtünmə nəzərə alınmır. Amma ikinci şəkildə gördüyümüz kimi sürtünmə qüvvəsi var. Öncə birinci şəkildə deyilik. Deməli, burada əslində Newton qanunu tətbiq edəcəyik. Biz baxırıq ki, F qüvvəsi həm M1-i, həm M2, həm M3-ü üçünü də bir yerdə dartır. O zaman üçünü də bir yerdə dartırsa, mən nə yazacağam? Yazacağam ki, F bərabərdir M1 üstəgəl M2 üstəgəl M3 vurulsun A yazacağam. Çünki üçünü də birdən dartır. Ona görə də üçünü də toplayır. Elə bir ki, F bərabər MA yazmışıq. Toplayıb yazırıq. Baxıram T1-ə. T1 gərilmə qüvvəsi isə T1-in arxasında neçə dənə yük varsa, onları dartır. T1-in arxasında neçə dənə yük var? Həm M1 var, həm də M2 var. Sadəcə ikisini dartır. Ona görə də M1 plus M2 vurulsun A yazacaq. Bəs baxırıq T3 gərilmə qüvvəsi. Bəs T3-ün arxasında neçə dənə yük var? Təbii ki, arxasında bir dənə yük var. Ona görə də T2 sadəcə bir dənə M1-i dartdığı üçün sadəcə bir dənə M1 vur A yazacaq. Bax, bu bağlı cisimlərdə sürtünmə qüvvəsi nəzərə alınmayanda iplərdə yaranan gərilmə qüvvəsinin tapılması. İndi isə sürtünmə qüvvəsi olarsa gərilmə qüvvəsinin tapılması və yaxud da F qüvvəsinin tapılması. Burada da Newton ikinci qanunu tətbiq edəcəyik. Baxırıq, bu iki yükü sağa kim dartır? F qüvvəsi dartır. Onda yazırıq F çıxılsın. Bəs əksinə, yəni F-ə mane olan qüvvələr hansı qüvvələrdir? Təbii ki, birinci cisimdə yaranan sürtünmə qüvvəsi də F qüvvəsinə mane olur. İkinci cisimdə yaranan sürtünmə qüvvəsi də F qüvvəsinə mane olur. Ona görə də biz F-dən həmən ona mane olan qüvvələr sürtünmə 1 plus sürtünmə 2-ni çıxmalıyıq və bərabər eləməliyik MA-ya. Amma neçə M var? Təbii ki, M1 plus M2 var. Vurulsun A yazırıq.
Bəs T gərilmə qüvvəsini tapmaq istəsəm, mən Newtonun ikinci qanunu necə yazacağam? Təbii ki, gərilmə qüvvəsini tapanda, onda mən bu sistemə baxacağam. Bu sistemdən görürəm ki, sağa dartır T, ona mane olur F2, ona görə T çıxılsın F sürtünmə 2 bərabərdir M2 vur A yazacaq. Yəni, əgər sürtünmə qüvvəsi nəzərə alınarsa, təbii ki, sürtünmə qüvvəsini də işin içinə qatacaq və bu şəkildə təyin edəcəyik. Newton qanunları dərsimiz bu qədərdir. İnşallah növbəti videolarda digər mövzularda ard-ardına izah edəcəm. Hamınıza uğurlar arzulayıram.